Bundan Azərbaycanda başqa hardasa var. Bu Azerbaycan'da yok. Merhaba, Beyran CS'de bugün konağımız var. Hoş gelmiş. Onunla beraber şişte köfte yapacağız, kilolu. Başdan beri şef özü göstərdi ki, necə eləmək lazımdır. Şef özü çox ustalığını çox tez eləyir. Mən o qədər bacarmadım, amma əlindən gələni elədim. Fərq özünüz görürsünüz, hansı daha yaxşı olub yazarsınız. Atdıq şişləri manqala bişməyə qoyan arada kələmi doğradıq, xiyarı doğradıq, rəngli kələmi də doğradıq. Başladıq salat hazırlamağa. Hamısını bir yerə qatdıq, əlavələr sosdan eləyib. Kebablara bir göz atdıq, hamısı bişir, çısıldayır, çağırır adamı. Şişi çəkəndə görürsünüz, duman çıxır içindən. Bir də qəşəng bunları çəkdik oradan, hissələrə bölüb, yığdıq servis eləmək üçün hazırlanan qaba. Arada bir dənə dadına baxdıq ki, necə alınıb. Fasilə yarandan arada çörəyi hazırladıq, qəşəng çörəyi hazırlayırdıq. Üstünü qatıqla gəzdirdik, küncütünü səpdim. Göndərdik kürəyə istirahət eləsin. 5 dəqiqə çək, tezlə bişir, xırçıldı səs alınır. Səs yəqin eşitdiniz. Və əyləşdim masaya gördüm nələr servis olunub. Yanında 5 ayrı məzə var idi. Köftəni belə dişdirsən suya axıb gedir. Ləzzətli, yumşaq, pambıq kimi. Şef göstərdik, elə yox, belə yeyirlərmiş. Hamısından qatdı, hazırladı, verdi, sağ olsun. Mən də dadına baxdım. Acılı əzmə ilə mən çox xoşladım. Siz getsiniz, əgər o konuda yeyirsiniz. Özel olarak Beyran şişte köfteyi çıkardık. Beyran CS'de var sadece. Herkesi bekleriz. Yəni gözləyirsiniz.